Ətrafımız hər bir sahə radiasiyadır. Yəni müharibələr gedir. Qalxanvari vəzdə səthdə yerləşən bir orqan olduğu üçün, yəni bu dalğalar daha çoxdur və ona görə də son zamanlar qalxanvari vəz xəstələri üçün Hashimoto deyilən avtoimmun xəstəliklə daha çox rast gəlmişdir. İnsan hardan hiss eləməlidir ki, zob problemi artıq var? Zəhərli zobda çəki itkisi, yəni sürətli bir şəkildə başlayır insanlarda arıqlama baş verir, səbəbsiz yerə. Sonra əsəbilik olur, ağlağanlıq olur ya bu insanlarda, həyəcanlı olurlar, əlləri tərləyir, yəni bəzən görürsən əllərinin əsməsi kimi, bədənin sirkələnməsi kimi şikayətlər olur. Ürək döyüntüsü, yəni ürək çırpıntısı daha çox olur. Saç tökülməsi olur, dəridə yağlılıq kimi əlamətlər olur. Müayinə etdiyimiz pasientlər içərisində daha çox gənclərdə bu xəstəliyin geniş yayılmasını görürük. Yeni ailə quran qızlarımız var ki, hamilə qala bilmirlər. Həmin bu zob xəstəliyi ola bilər səbəb? Hamiləlik planlaşdırılsa mütləq o hormonlara baxılmalıdır ki, yəni hormonlar normal səviyyədə olarsa hamiləlik planlaşdırılır və yaxud hamilə qala bilərlər. Hər vaxtınız xeyir, YouTube kanalıma xoş gəldiniz. Bugünkü podkastımızın mövzusu qalxana bənzər vəzi və zob xəstəlikləri haqqında danışacağıq. Ümumiyyətlə son vaxtlar bilirsiniz ki, bu xəstəlik hamıda yayılıb. İstər yaşlı, istər gənclər, istər də uşaqlarda. Bunun səbəbi nədir? Əsas ekologiyadır, yediyimiz qidalardır, genetikadır, mühitdir, yoxsa nədəndir? Bu və digər suallarımızı bugün qonağım, tibb üzrə fəlsəfə doktoru, cərrah endokrinoloq Azər müəllim Hümmətov cavablandıracaq. Azər müəllim, qalxana bənzər vəzi və zob nədir? Qalxana bənzər vəzi bizim boynumuzun ön səthində yerləşən bir orqandır. Buna başqa cür belə deyirik, bütün endokrin vəzlərin dirijoru, yəni bütün endokrin sistemi tənzimləyən orqanlardan biri bəs qalxana bənzər vəzi. Bu da bilavasitə qalxana bənzər vəzin üzərinə daha çox belə deyək ki, funksiya düşür. Və onun da xəstəlikləri çox, yəni öncə də qeyd etdiyimiz kimi çox yayılıb, çox geniş yayılıb və bunun da bildiyimiz xəstəliklərdən biri zobdur, yəni qalxana bənzər vəzin böyüməsi və düyünlər. Yəni ən çox insanları, pasientləri narahat edən səbəblərdən biri də məsələn düyün aşağılanırsa, bəs o insan xəstəliyi nə etməlidir? İnsanları narahat edən o düyünün xoş və yaxud bəd xassələri olmasını araşdırmaqdır. Və buna görə də yəni bu xəstəliklər geniş yayılmışdır və bunun da diaqnostika və müalicə üsulları, yəni innovativ yanaşmalar vardır ki, yəni o müalicə üsulları ilə müasir diaqnostika üsulları biz bu pasientləri vaxtında aşkarlayırıq və vaxtında müalicə edirik. Əsas səbəb nədir ki? Səbəblərdən biri, yəni ilk olaraq bizim insanların keçirdiyi stresli bir həyat. Yəni birinci bunu qeyd etmək olar ki, bəli, stresli həyat hər bir insanın hormonal pozulluğuna səbəb olur ki, hormonal pozulluqda qalxanvari vəzdə bu və ya digər dərəcədə bir iz buraxır. İkincisi, yəni qadınlarda bu daha çox rast gəlinir. Qadınlarda yəni keçirilən hamiləliklər və bunlarda olan belə deyək də ki, qadın hormonal problemləri ən çox qalxana bənzər vəzdə müəyyən bir dəyişikliklər yaradır. Hər belə deyək ki, hamiləlik qalxanvari vəzdə bir düyün əmələ gətirir. Yəni belə bir deyim var. Və üçüncü səbəbindən biri isə qida faktoru. Yəni qida faktoru da, yəni bu qalxanvari vəz xəstəliyinin əmələ gəlməsində çox, yəni belə deyək ki, hansı ki bizim istifadə etdiyimiz qidalardır, hazırlanmış, yəni fast foodlardır ki, bu kimi məhsullara müəyyən, yəni miqdarda inqrediyentlər qatırlar, yodlaşdırılmış duz daha çox qatılır və yaxud onun xüsusi saxlanması üçün bəli, xüsusi qatqılar qatılır ki, hansı bunlar da yəni qalxanvari vəzi müəyyən dərəcədə yəni funksiyasını pozur. Dördüncüsü ekologiya, yəni bizim ətraf mühit. Ətraf mühit bəli, çox mühüm funksiya göstərir qalxanvari vəzin fəaliyyətinə təsir göstərməsində. Çünki bizim ətrafımız hər bir sahə radiasiyadır. Yəni belə deyək də ki, radioaktiv maddələrdən tutmuş elektromaqnit vasitələri kimi hər tərəf, yəni müharibələr gedir. Onların çeşitli belə deyək də ki, tullantılardır, sonra elektromaqnit vasitələrdir, istifadə etdiyimiz, yəni kompüterdən tutmuş telefona kimi bunlar hamısı elektromaqnit dalğalardan ibarətdir ki, o dalğalarla idarə olunur. Qalxanvari vəzdə səthdə yerləşən bir orqan olduğu üçün, yəni bu dalğalar daha çoxdur və ona görə də son zamanlar qalxanvari vəz xəstəlikləri üçün Hashimoto deyilən avtoimmun xəstəliklə daha çox rast gəlmişdir. Yəni bu da qalxanvari vəzdə bir iltihab əmələ gəlir ki, məsələn, o iltihab fonunda qalxanvari vəzin funksiyası pozulur. Bu da orqanizmdə yəni ciddi bir problemlərə gətirib çıxarır. Yəni əsasən yəni qadınlarda bu xəstəlikləri, bu problemləri biz daha çox görürük. Məsələn, insan hardan hiss eləməlidir ki, bunda elə bir ki, bax bu zob problemi artıq var. Yəni necə, nədən şübhələnməlidir? Yəni
Gözəl qeyd etdiniz. Bəli, qalxanvari vəzin funksional vəziyyətləri var ki, bunlardan biri gipertirozdur. El arasında dediyimiz zəhərli zobdur. Digəri gipotiroz. Buna el arasında deyilir tənbəl zobdur. Yəni gipertiroz nədir? Qalxanvari vəz daha çox çalışır, daha çox orqanizmə hormon ifraz edir ki, bunun da funksiyası artdığı üçün bunun funksiyasının hormonların təsirindən orqanizmdə hansı hallar baş verir? Yəni birinci növbədə zəhərli zobda çəki itkisi. Yəni sürətli bir şəkildə başlayır insanlarda arıqlama baş verir. Səbəbsiz yerə yeməsinə baxmayaraq, iştah olmasına baxmayaraq arıqlama olur. Bu zəhərlidir. Zəhərli zob əlamətləri. Sonra əsəbilik olur, ağlağanlıq olur ya bu insanlarda, həyəcanlı olurlar, əlləri tərləyir. Yəni bəzən görürsən əllərinin əsməsi kimi, bədənin sirkələnməsi kimi şikayətlər olur. Ürək döyüntüsü, yəni ürək çırpıntısı daha çox olur. Sas tökülməsi olur, dəridə yağlılıq kimi əlamətlər olur. Bunlar bilavasitə zəhərli zobun əlamətləridir. Amma bir də qadınlarda yəni menstruasiya sikli pozğunluqlar baş verir. Tənbəl zobda isə əksinə, tənbəl zobda isə nə baş verir? Birinci növbədə, yəni bu insanlar halsız olur, əzgin olur, yorğun olur. Yəni səhər durması, yuxudan durmasına baxmayaraq, yəni yuxulu olur, yuxudan doymurlar. Bu kimi əlamətlər olur. Çəki alırlar. Yəni səbəbsiz yerə bəzən bizə müraciət edən pasientlərdə də görürük ki, deyir ki, doktor, mən az qidalanıram, amma çəki alıram. Yəni çəki artımı olur. Sonra dəri quruluğu olur, sas tökülməsi olur. Yəni səbəbsiz yerə bu xəstədə qəbizlik olur. Bəzən yəni bədə-bağırsaq pozğunluqlarında bunlarda daha çox rastlanır. Əgər bu yəni əlamətlər varsa, bunlar bu qalxanvari vəzin ilkin yəni şübhələndirdiyimiz əlamətlərdən biridir. Bir də doktor, siz qeyd elədiniz ki, adətən qadınlarda bu hamiləlik dövründən sonra bu xəstəlik əmələ gəlir. Amma mən indi ətrafımda da çox eşitmişəm ki, cavan qızlarda 14, 15, 16, 17 yaşlarında, yəni ki, artıq bunlar analiz verirlər və görürlər ki, bu problem artıq ortalığa çıxıb. Nədən? Gənclərdə bəli, çox rast gəlinir. Yəni biz də müayinə etdiyimiz pasientlər içərisində daha çox gənclərdə bu xəstənin geniş yayılmasını görürük. Yəni onlarla rastlaşırıq. Bəli, bunlardan bəli, uşaqlarda, əsasən qız uşaqlarında daha çox, yəni Hashimoto tiroidinə daha çox rast gəlinir. Bu da qeyd etdiyimiz kimi, yəni bu ətraf mühitdə olan çirklənmələrlə, radiasiyalarla bağlıdır. Daha çox elektromaqnit vasitələrlə, qida ilə bağlıdır ki, bu uşaqlarda sonra insanların daha çox stres keçirir. Yəni uşaqların da həyatı stressdən ibarətdir. Bu gün görürük ki, yəni adi övladlarımızdır, təhsil alırlar məktəbdə, stres keçirirlər. Çünki dərs yükləmələri çoxdur. Yəni bunlar özləri də uşaqların sinir sistemini belə deyək də ki, pozur. Sinir sisteminin gərginliyin pozulması da hormonal pozğunluğa gətirib çıxarır. Hormonal pozğunluq isə qalxanvari vəzə həmən təsir göstərir ki, bu da qalxanvari vəzin müəyyən müddətdən sonra funksiyasının pozulması ilə nəticələnir. Və uşaqların da bizim belə bir tədqiqat var idi, tədqiqat aparmışdıq. Hansı bu tədqiqatı aparmışdıq biz bölgələrdə. Əsasən bizim bildiyimiz kimi bəzi bölgələr var, hansı olar yod çaşmazlığı olan bölgələr idi. Yəni Şəki məktəbləri idi, Quba məktəbləri, bir də Qəbələ məktəbləri 14-17 yaşlar arasında aparmışdıq və uşaqlarda yəni tədqiqatımıza daxil olan uşaqların, yəni bu məktəblərin 30%-nə yod çaşmazlığı probleminə rastlaşdıq. Yəni bunların silik nümunələrində yəni kəskin və ciddi, bir də mülayim dərəcəli yod çaşmazlığı oldu. Həmçinin o uşaqlarda qalxanvari vəzin ultrasəs müayinəsi aparmışdıq və orada da nə müəyyən etdik? Yəni apardığımız uşaqların da belə deyək də yarısında, yəni 49%-də qalxanvari vəzdə kistalardır, tiroidit görüntüsüdür, qalxanvari vəzin böyüməsidir və yaxud kişi ölçüsü olması kimi hallarla rastlaşmışdıq. Yəni bu problem bəli, ölkəmizdə də aktual bir problemdir. Yəni təəssüf ki, bəli, bizim o endemik bölgələr var, yəni çünki o dağlıq bölgələrdir. Dağlıq bölgələrdə yod çaşmazlığı daha çox rast gəlinir. Çünki onların orada yetişən məhsulun tərkibində də yod yoxdur. Orada belə deyək də ki, heyvanın da qəbul etdiyi odur ki, bitkilərdə də yod olması, onların ətində də yod yoxdur deyə. Yəni insanlar da orada yaşayan insanlar da suyunda yod olmadı olsun, qidasında yod olmadı olsun. Bunlarda qalxanvari vəzin funksiyası pozulur və müəyyən müddətdən sonra zob kimi xəstəlik əmələ gəlir. Və həmin bölgələr bəli dövlət tərəfindən xüsusi olaraq yollaşdırılmış duz verilir. Yəni yollaşdırılmış duz profilaktikası hesabına müəyyən dərəcədə əvvəlki illərlə müqayisədə yəni zob, yəni böyük ölçüdə olan zob xəstəlikləri azalmışdır. Amma Hashimoto, yəni tiroidit dediyimiz xəstəlik isə o bölgələrdə daha çox rast gəlinir. Bəs doktor, yəni yeni ailə quran qızlarımız var ki, yəni məhz hamilə qala bilmirlər. Həmin bu
zob xəstəliyi ola bilər səbəb? Düz qeyd etdiniz. Bəli, qalxanvari vəzin funksiyasından biri, yəni hormonal funksiyalarından biri də, yəni bu normal T3, T4 deyən bir qalxanvari vəzin hormonları var ki, o qanda onun səviyyələri normal olmalıdır ki, bəli, həmin yəni hamiləlik planlaşdırılsa mütləq o hormonlara baxılmalıdır ki, yəni hormonlar normal səviyyədə olarsa hamiləlik planlaşdırılır və yaxud hamilə qala bilərlər. Yox, əgər hormonlara baxılırsa, hormonda problem varsa, yəni bu zaman yəni hamilə qalmada da problem olur. İkincisi də əgər hamilə qalarsa, bu hamiləliyi sona qədər çatdıra bilmir. Yəni düşüklər əmələ gəlir. Yəni inkişafdan qalma olur, dölün inkişafdan qalma kimi problemlər olur deyə mütləq yəni bizim düzdür. Bu son zamanlar insanların arasında bu maarifləndirmə, bu verilişlərin hesabına insanlar daha çox maarifləniblər. Görürük bizə də yəni 10 il əvvəl müraciət edən pasientlərlə indiki pasient arasında müqayisədə bəli, öncədən hormonları yoxlanılır, sonra yəni o digər məsələlərə bağlı belə deyək də ki, qərar verirlər. Bəli, bu da yəni biz də çatdırardıq ki, insanlarımız yəni hamiləlik planlaşdırmaq üçün öncə mütləq qalxanvari vəz hormonlarına baxılsın. Çünki hormonlar normal olmalı ki, gələcəkdə uşaqlarda da doğulacaq uşaqlarda bir problem olmasın. Çünki qalxanvari vəzin hormonu, yəni əgər normal olasa bu gələcəkdə doğulan uşağın da intellekt səviyyəsinin, əqli inkişafına da bilavasitə təsir göstərir. IQ-su yüksək olur. Amma yod çaşmazlığı olan bölgələrdə aparılmış araşdırmaların nəticələri onu göstərir ki, həmin bölgələrdə əgər yod çaşmazlığı davam edirsə və ona qarşı belə ki, hər hansı bir profilaktik tədbir aparılmırsa, oradakı inkişaf edən insanların IQ səviyyəsi, əqli həqiqətən, yəni inkişaf səviyyəsi aşağı olur. Yəni o insanların belə deyək də təhsilində də problem olur. Məktəbdə də yəni bunlar texniki fənlərdir, dərsi qavrama xüsusiyyətləri aşağı olur digər uşaqlarla müqayisədə. Ona görə yəni bu ciddi bir problemdir. Bəs hansı analizləri verməlidirlər? Bəzən deyirlər ki, mən sizi demirəm, başqa bir həkimlərə gedəndə deyirlər ki, elə TSH-ı yoxla, məsəl üçün bu yetərlidir. Amma tam dəqiq bilmək üçün səndə bu xəstəlik var və yaxud da yoxdur. Əsas hansı analizlər verilməlidir? Düzgün qeydlərdiniz. Bəli, TSH qalxanvari vəzin deyil, hipofiz vəzin hormonudur. Yəni tiroid stimulyacı hormon deyirik. Bu hipofiz vəzi hipofiz vəzdə ifraz olunur və qalxanvari vəzin funksiyasını tənzimləyir. Qalxanvari vəzin öz hormonları isə əsasən bizim baxdığımız qanda T4 deyən tiroksin hormonudur, tiroidin deyən yəni T3 hormonudur ki, bunların da sərbəst və total formaları var. Əsasən biz sərbəst formalarına baxırıq. Yəni insanların da belə deyək ki, bildiyimiz bir tiroid paneli vardır ki, hansı o tiroid panelinə hansılar daxildir? TSH hormonu, sərbəst T4, sərbəst T3 və əgər yəni qalxanvari vəzin ultrasəs görüntüsündə, yəni tiroidit kimi görüntü müəyyən olunarsa, o zaman anti-TPO deyən və anti-EG deyən, anti-simlər deyən bir qan analizləri var ki, bu tiroid paneli vasitəsilə biz rahat bir şəkildə həmən insanda qalxanvari vəzdə yəni patologiyanı rahat bir şəkildə təyin edə bilirik. Yəni sizdə düyünlü zob var və yaxud Hashimoto xəstəliyi və yaxud zəhərli zob dediyimiz Graves xəstəliyimi ki, nədir? Bunları rahat bir şəkildə təqdim etmək olur. Deməli, əsas 3 analizdir. Bəli, TSH, sərbəst T4, sərbəst T4, bir də T3. T3. Aha, bunları vermək lazımdır. Bir də doktor, misal üçün kim ki artıq bu xəstəlikdən əziyyət çəkirsə, belə deyək də müəyyən bir vaxt bu xəstəlikdən müalicə alır. Yəni ümumiyyətlə bu insan orqanizmində hansı dəyişikliklər baş verir? Yəni verilən dərmanlar mütləq, yəni həkim təyinatı əsasında aparılmalıdır. Yəni dərmanları bizim belə istifadə etdiyimiz dərmanların özünün, yəni instruksiyasında qeyd olunur ki, dərman nə cür qəbul edilməlidir. Bəzi hallarda olur, biz də pasientlərlə rastlaşırıq. Məsələn, yazırıq ki, xəstəyə ki, səhər yeməkdən qabaq iç. Yəni xəstə bizə xəbər vermədən yeməkdən sonraya salır və yaxud deyirik məsələn bunu yeməkdən sonra filan qədər, yəni filan müddətdən sonra qəbul edir. Yəni bu hallarla biz rastlaşırıq. Bəli, çünki dərmanlar düzgün qaydada qəbul edilməlidir. Dediyimiz məsələn tənbəl zoblarda bizim hormon terapiyası deyən əvəzedici hormon terapiyasını istifadə edirik ki, o dərman mütləq səhər az qarına içilməlidir. Bəzi hallarda olur ki, yəni xəstədə yəni mədə problemi də olur. Mədə dərmanına, mədə qurucunun bu dərmanını yanaşı içir. Yəni bu dərmanları məsələn yanaşı istifadə etmək olmaz. Və yaxud mədə büzücü, bürücü xüsusiyyətli dərmanlar var ki, məsələn o tərkibli kalsium dərmanları ki, həmin dərmanlarla bircə qəbul etmək olmaz. Yəni bunlar bilavasitə hər bir belə həkim pasientə o haqqda məlumat verməlidir ki, yəni pasientin məlumatı olsun ki, dərmanı düz istifadə etsin. Çünki dərmanı düz istifadə etmədiksə, bəli, problemlər yaşayır. Sonra bizim məsələn zəhərli zobda istifadə etdiyimiz tirostatiklər vardır ki,
həmin dərmanların da yəni orqanizmə ciddi əlavə təsirlər verə bilər. Yəni mütləq pasientə də veriləndə dərman yazanda həkim xatırlatmalıdır ki, sən də bu hallarla üzləşərsənsə mütləq həkimə müraciət elə. Çünki onların allergik reaksiyaları olur, sonra sümük yaranma, sümük ilidir, sonra qan yaranma prosesinə təsir göstərər, qaraciyərə ciddi təsir göstərə bilər. Bizim məsələn tirosidlərin bir qrupu var ki, onların toksiki hepatit dediyimiz hallarla rastlaşırıq. Yəni belə bir hallarla ola bilər. Düz nadir rast gəlinən bir ağırlaşmalardan, amma ola bilər. Ona görə mütləq bu dərmanlar verilərkən də bu dərmanların əlavə təsiri haqqında pasiyentə məlumat verilməlidir. Bir də elə bir xəstələr var ki, məsəl üçün siz elə vurğuladınız, zəhərli kimdəki zob var. O məsəl üçün müəyyən bir vaxt artıq müalicə aparıb, çox belə deyək ki, yüksək dozalı dərmanlar qəbul edib və sonda bir neçə ay və yaxud da bir neçə il ərzində onun bütün analizləri normallaşıb. Yəni bundan sonra bu yenə də həmin dərmanları qəbul etməyə davam etməlidir. Yəni bu gün mən indi pasiyentlərdən 3 xəstə hansı ki, siz deyən halla biz rastlaşmışdıq. Həmən pasiyentin birində nə idi? Yəni bu zəhərli zoba görə dərman içirdi. Sonra dərmanı özü dozasını azaltdı və analizləri bizə göndərib ki, bəs artıq hormonların yüksəlir. Bəs sual verdim ki, bəs biz yazdığımız dozanı sən davam etsən. Deyək, doktor, mən dozanı azaltdım. Yəni özümü yaxşı hiss elədim. Dozanı özü yəni bizə bildirmədən dozanı azaltdı və yenidən hormonların qalxması olmuşdu qanda. Bəli, bu xəstələrə biz bildiririk. Yəni zəhərli zoblarda belə deyək də protokol üzrə müalicə 1 il 6 ay müddətinə davam etməlidir. Əgər o müddətdə biz hormonları normaya salırıqsa, sonra normaya saldıqdan sonra dərman dozasını tədricən azaldıb sonra kəsirik və kəsdikdən sonra həmin xəstədə müşahidə edirik. Yəni görək, yəni xəstədə təkrarlanma baş verir yoxsa remisiya aldı. Buna görə yəni zəhərli zoblarda gənclərdə bu xəstələrin təkrarlanma ehtimalı yüksəkdir. Yəni mən o gənc xəstələrə həmişə bildirirəm ki, yəni sizdə ola bilər ki, yəni hormonlar normaya düşdü, amma müəyyən müddətdən sonra bu xəstəlik təkrarlana bilər. Ona görə yəni bu gənclərdə siz deyirsiniz, bəs orta yaşlı, belə deyək 40 plus insanlarda və yaxud da orta yaşlı. Olur, bəzi hallarda olur ki, yəni yaxşı nəticələr əldə edə bilirik. Yəni zəhərli zoblarda, yəni bizim Graves deyilən bir xəstəliyimiz var ki, yəni bu autoimmun bir xəstəlikdir. Orada onun qanında bir xüsusi göstəricisi var, TSH antisimlər deyən, TRAP deyən bir göstərici var. Onun göstəricisine uyğun qərar verə bilir ki, əgər onun göstəricisi yüksəkdirsə, yəni müalicə müddətdən aşağı enmirsə, bəli, biz rahat bir şəkildə proqnoz verə bilir ki, sənin, yəni həkim pasiyent olaraq da ki, bu bizim verdiyimiz dərmanların effekti az olacaq. Bu elə hallarda digər, yəni alternativ müalicə üsulları seçilməlidir. Bizim bildiyimiz cərrahi müalicə üsulu var, bir də radioaktiv yod müalicə üsulu var. Və bu da o xəstəyə hər bir müalicə üsulunun müsbət və mənfi tərəfləri məlumat verilir və ondan sonra qərar veririk ki, bəli, pasiyentdə çünki o haqda mütləq anlayışlı olmalıdır. Yəni çünki biz bu yola pasiyentdən bircə çıxırıqsa, yəni pasiyent həkim bir-birini anlamalıdır ki, sonra nəticəmiz də yaxşı olsun. Bir də doktor, mən bilirəm ki, bu kimdə ki bu zob xəstəliyi, bu tiroid xəstəliyi varsa, çox vaxtı deyirlər ki, qara çörək otu yağı, yəni timin, el arasında bu timin kimi, amma yaxşısın deyirlər. Ondan sən tapsan, qəbul eləsən, səndə bu xəstəlik heç vaxt olmayacaq. Mən rastlaşıram. Yəni gündəlik təcrübəmdə də, yəni pasiyentlər arasında belə xəstələrlə rastlaşırıq. Yəni onların özlərinin deməsinə görə, bəli, bu timindir və ya qaraciyər yağıdır ki, bunlardan istifadə etdim, özümü yaxşı hiss etdim. Yəni bunlar psixoloji olaraq xəstələri rahatlaşdırır. Amma bizim əsas tibbdə, yəni sübuta dayanıqlı bir yanaşmamız var. Çünki birinci hormona baxırıq, sonra qalxanvari vəzir ultrasəs müayinəsinə baxılır. Yəni buradakı görüntülər bizim üçün önəmlidir. Ola bilər, yəni xəstə psixoloji olaraq yaxşılaşsın, amma qan göstəricisi normadadırmı və yaxud tiroiddəki düyün ölçüsündə kiçilmə varmı, yoxmu? Öncə bunlar dəqiqləşdirilir. Sonra biz qərar verir ki, bəli, sənin apardığın beləliklə bu xalq təbabəti müalicə üsullarının effektiv olub və yaxud olmayıb, yəni ondan sonra yəni göstəricilərə uyğun qərar verə bilirik. Bəli, ona dediyim ki, yəni mənim də təcrübəmdə olur ki, pasiyentlərdir, düzdür, mən yazmıram, yəni məsləhət də vermirəm, çünki onun sırf dozasının, dozalanması haqqında bir əlimizdə əsas yoxdur. Yəni ona görə bizdə, çünki tibbdə elədir ki, yəni dərman vasitələri olsun, qida əlavələri olsun, onların instruksiyaları var ki, məsələn, hansı xəstəlikdə hansı dozada verilməlidir. Amma
bizim yəni digər üsullar haqqında, yəni məsələn tiroid xəstəliklərinin bizim protokollarımız var. Yəni Amerikan Tiroid Assosiasiyası var ki, hansı onların xəstəliklərə yanaşma protokolu var. Eyni zamanda Türkiyənin Endokrinoloji Dərnəyi var ki, hansı onlar da TEMP deyən bir dərnək var ki, onlar da xüsusi bu xəstəliklərdə xəstəliklər necə idarə olunmalıdır, hansı dərman verilməlidir, hansı dozda verilməlidir, protokolu var. Yəni biz də o protokollar əsasında xəstələrimizə yanaşırıq. Çünki sabah hər hansı bir pasientdə bir problem olarsa, yəni bizdən belə deyək ki, hüquq mühafizə orqanları bizdən sənəd istəyirlər ki, sən hansı əsasından, hansı göstəricidən bu dərmanı yazmısan. Yəni onlar olmasa, yəni bizim də belə deyək ki, insan həyatına oynamaq heç bir ixtiyarımız yoxdur. Bəli. Bir də doktor, misal üçün indi biz bu qalxana bənzər vəzi haqqında eşitməyəndə biz də müəyyən bir yaşda bilmirdik ki, insanı əsas idarə edən beyin yox, məsələ bu vəzdir. Elədir ya yox? Yəni endokrin ikinci verilişin də ilk hissəsində qeyd etdiyim ki, bəli, bu dirijordur. Yəni nə cür ki, musiqidə belə deyək ki, əsas funksiyanı yerinə yetirən dirijorsa, qalxanvari vəzdə bütün endokrin sistemlərə öz təsirini göstərir. Çünki mən hardasa belə deyək ki, 15 ildir sırf endokrin cərrahiyyə ilə məşğulam, amma həkim olaraq təcrübəm artıq yəni 23 ilə yaxındır. Yəni həkimlik fəaliyyəti ilə, cərrahiyyə ilə məşğulam. Amma endokrini 2010-cu ildən başladı. Yəni burada da biz nə görürük? Bəzi hallarda olur ki, məsələn əməliyyat etdiyimiz pasientdə qalxanvari vəz çıxarılıb, amma pasient bizim verdiyimiz dərmanı qəbul etməyib və həmin yəni 1 aydan sonra mı və ya növbəti müayinəyə, kontrol müayinəyə gələndə görürük ki, bəli, pasientdə ciddi bir problemlər yaşanır. Yəni xəstə şişkinlikdir, səsi xırıltılıdır və yaxud halsızlıq, ərginlik. Yaxud da qadınlarda kişi kimi səs olur. Bəli, bu kimi hallarla rastlaşır. Bəzən əməliyyat olmayan pasientlərdə olur ki, hansı onların qalxanvari vəzi sıradan çıxır. Onların qan analizlərini yoxlayanda görürük ki, bəli, qalxanvari vəzin funksiyası yoxdur. Yəni qalxanvari vəz tam belə də funksiyasını dayandırıb, onlarda da qeyd etdiyimiz kimi ciddi şikayətlər meydana çıxır. Bədəndə şişkinlik olur, ürəyə maye yığılır. Bəzilərdə perikat boşluğunda maye yığılır bunları. Yəni bunların əlavə təsirlərindən biri də budur ki, orqanizmdə suyu saxlayır. Yəni ona görə bəli, demək olar ki, yəni sizin sözünüzün təsdiqi kimi ki, qalxanvari vəz, bəli, bütün endokrin sistemlərdə, yəni onun funksiyası, əhəmiyyəti böyükdür. Onda belə çıxır ki, yəni bu xəstəliyi, ümumiyyətlə analizləri neçə vaxtdan bir yoxlatmaq lazımdır ki, yəni kimdə ki genetikdir, ümumiyyətlə tez-tez yoxlamalıdır, mən bilirəm. Neçə vaxtdan bir və yaxud da kimdəsə heç bilmirsə, amma son vaxtlar bu xəstəlik ki çox yayılıb, neçə aydan bir, yoxsa ildə neçə dəfə yoxlamalıdır? Yəni qalxanvari vəz xəstəliklərinin yanaşma tam fərqlidir. Yəni normal populyasiyada isə yanaşma tam fərqlidir. Yəni endemik bölgədə yaşayırsa, yod çaşmazlığı olan bölgədə yaşayırsa, yəni bəli, bunlarda məsələn yetkinlik dövründə mütləq verilməlidir, hamiləlik dövründə mütləq hormonlar verilməlidir. Bizdə ən çox nə müşahidə edirik? 45 yaşdan sonra, 50 yaşdan sonra qadınlar arasında bu xəstəliklər daha çox geniş yayılır. Yəni bizim müayinə etdiyimiz və yaxud müalicə etdiyimiz pasientlərin nisbətini götürəndə 8:1 nisbətdir. Yəni 8 qadında rast gəlinirsə, 1 kişidə rast gəlinir. Ona görə yəni qadınlara daha diqqətli yanaşmaq lazımdır və yəni burada əgər xəstəlik aşkarlanırsa, o zaman ildə bir dəfə, yəni ciddi beləcə problemlər varsa, o zaman hormonlara nəzarət olur 3 aydan bir, 6 aydan bir. Məsələn, toksikozobllarda biz ayda bir dəfə ta hormon normaya salınanı kimi ayda bir də hormonlar nəzarət olunur. Yəni bu patologiya bağlı olaraq qərar verilir ki, siz neçə ildən bir kontrol müayinə gəlməlisiniz. Bir də görürsüz, bəs qan analizində məsələ TSH, TH4, T4, T3. Yəni bu analizlərdə heç bir, yəni hamısı normal çıxır. Amma yenə də deyirlər ki, get UZI elətdir. Yəni UZI-də çıxa bilər? Bəli. Yəni UZI ultrasəs müayinəsi nəyi göstərir? Qalxanvari vəzdə olan, qalxanvari vəzin birinci böyüməsini, onun strukturasında düyün varsa düyün xoş xassəli də ola bilər, bəd xassəli də ola bilər. Yəni o haqqda məlumat verir, istiqamət verir bizə. Kistalar varsa, məsələn qalxanvari vəzdə olan kistanı göstərir. Bəzən olur ki, düyün var, yəni düyünün görüntüsü bizim o şübhəli dediyimiz bir görüntülər var ki, UZI-də biz bunu rahat bir şəkildə aid edə bilirik. Və əgər o şübhəli düyünlə biz rastlaşırıqsa, o zaman biz pasiyentə biopsiya məsləhət görürük. Yəni biopsiya olunsun. Gəl biopsiya edək, ondan sonra qərar verək. Çünki hal-hazırda yəni bu xəstəliklərə yanaşma da dəyişir. Əvvəl hər hansı bir düyün görürlər, yoxlanmadan həmən əməliyyat qərarı verilirsə, indi müəyyən bir şübhəli görüntü varsa, o haqqda qərar verir. Yəni bir payda məsələn düyün var, digər payı sağlamdırsa, o zaman tam əməliyyat edib tam vəzi çıxartmağa ehtiyac yoxdur. Əgər bir pay düyünü dəqiqləşdirirsə, yəni orada bir problem
belə də çox ciddi bir problem deyilsə, o zaman həmin pay çıxarılır. Yəni düyün olan bir pay çıxarılır. Yox əgər yəni düyünün ölçüsü böyükdürsə və ya bəxt xassəli aşkarlanırsa, o zaman total, yəni qalxanvari vəzn tam çıxarılır. Bir də son dövrlərdə bütün dünyada, yəni inkişaf etmiş ölkələrdə hansı müalicə üsulları geniş yayılmışdır? Mini-invaziv üsullar. Yəni buna biz deyirik tibbdə orqan qoruyucu, üz qoruyucu əməliyyatlar. Yəni bunlar da biz Azərbaycanda çox tətbiq edirik. Yəni nəticələri də çox yaxşıdır. Üstünlükləri nədir? Yəni əslində adi cərrahiyyə ilə müqayisədə düzdür. Mən cərrah olaraq o açıq cərrahiyyədə edirəm, qapalı üsulda edirəm. Amma açıq cərrahiyyəni hansı xəstələrdə edirik, qapalını hansı xəstələrdə edirik? Pasientlərə də o haqqda mən məlumat verirəm. Yəni televiziyalar, belə verilişlərdə, eyni zamanda sosial şəbəkələrdə ki, məsələn hansı hallarda hansı müalicə üsulu seçilməlidir? Birinci, əgər xoşxassəli düyündürsə, biopsiya ilə təsdiqlənibsə, düyünün ölçüsü, yəni 4 sm həcmindədirsə, xəstədə müəyyən dərəcədə kompressiya, estetik olaraq narahatçılıqlar verir. O zaman mini-invaziv üsullar, yəni açıq yox, qapalı üsulla, mikrodalğadır və ya lazer ablasiya dediyimiz üsullar var. Ondan quruduruq düyünü. Yəni xəstələrdə çox yaxşı nəticələr əldə edirik. Yəni xəstələrimiz son bir xəstələri də mən bu yaxında öz səhifəmdə də paylaşmışdım. Yəni xəstənin düyünün ölçüsü 37 millimetr idi, həcm olaraq 3.7 sm. Bizim yəni bir prosedurdan sonra 3 aydan sonra təkcə kontrola gəldi, 1.4 sm-yə qədər düşmüşdü, yəni ölçüsü. Hardasa 3 dəfəyə qədər azalmışdı. Yəni bu çox yaxşı bir nəticədir. Yəni bizdə birincisi üstünlük budur ki, xəstədə kəsiyi olmur əməliyyat zamanı, kəsik aparılmır. İkincisi narkoz almır. Üçüncüsü proses yerli keyləşdirmə olur. Pasientdən danışa-danışa olur. Əməliyyat edirsiniz? Yerli keyləşdirmə, yəni yerli anesteziya altında olur. Danışa-danışa edirik pasientə və əməliyyatdan 2 saat sonra da pasient evə gedir və daimi dərman içmir. Yəni üstün cəhətdə biri budur. Bəzi bizim pasientlərlə indi hər gün mən bu sahənin içindəyəm. Bəzən mən də pasientləri başa düşürəm ki, nə mənada? Bəzən pasientə deyəndə ki, sən əməliyyat olunmalısan, amma əməliyyatdan sonra mütləq dərman içməlisən, bu dərman ömürlük olmalıdır. Həmin pasient psixoloji belə də sarsıntı keçirir. Doktor, ömrümün axırına qədər, deyirəm, bəli, ömrünün axırına qədər içməlisən, məcbursan içməyə. Yəni bəli, bu müəyyən dərəcədə xəstəni narahat edən bir göstəricidir. Amma bu üsulda isə, yəni mini-invaziv üsullarda hər gün dərman içməyə ehtiyac yoxdur. Hormonlar normaldırsa dərman da verilmiş. O bu şəkildə, yəni üstün cəhəti budur. Yəni texnologiya bu səviyyədə, bu səviyyəyə qədər bəli, inkişaf edib. Bəs Azər doktor, misal üçün bir çox, yəni adətən də başqa bir xəstəliklərdə də deyirlər ki, əməliyyat olundusa, belə el arasında bıçaq değdisə, bunun artıq xeyri yox, əksinə ziyanı ola bilər. Yəni bəs bu qalxanvari, yəni qalxana bənzər vəzin əməliyyat olandan sonra, yəni ehtimal var yenidən o əmələ gəlsin. Çox belə deyək də, düzgün qeyd etdiniz. Nəyə? Çünki bəli, bəzən gözün pasientlər də bizə məlumat verirlər və yaxud əməliyyat olunub baş gedib bizə gələnlər də olur ki, doktor məndə təkrar əmələ gəldi. Yəni belə deyək, 15 il, 20 il əvvəl bu tiroid cərrahiyyəsində yanaşma tam fərqli idisə, indi tam dəyişilib. Birincisi, indi müasir cihazlar var. Bizim yəni əvvəlki cərrahları da qınamaq olmaz. Niyə görə? Çünki əvvəl istifadə olunan, yəni səs cihazı, neuromonitor deyən bir cihaz var. O yox idi. Neuromonitor cihazı bizdə əməliyyat zamanı siniri göstərir. Sinir keçir qalxanvari vəzinin arxasından, qaydan qırtlaq sinir deyən bir sinir var ki, hansı bizim səsimizin, səs tellərini inervasiya edir. Məsələn, olur ki, əməliyyat zamanı biz ona toxunsaq və kəsə, pasientin səsi batır, səsi çıxmır, səs danışa bilmir. Bəli, bu ciddi bir sosial bir problemlə üzləşir. Amma indi o səs neuromonitor cihazı var. Biz də Azərbaycanda onu 2015-ci ildən tətbiq edirik o cihaz vasitəsilə. Yəni nəticələr də çox yaxşıdır. Bunun üstün cəhətdən biri budur ki, birincisi siniri qoruyuruq əməliyyat zamanı. İkincisi, qalxanvari vəzi tam çıxardırıq. Yəni qalxanvari vəzi tam çıxdığı üçün əməliyyatdan sonra da müəyyən müddətdən sonra bu xəstəlik təkrarlanmır. Yəni hər hansı bir problemlə üzləşmir. Amma təəssüf ki, bəzi hallarda olur ki, yəni qalxanvari vəzin bədxasiyyəli bir törəməsinə görə əməliyyata girirsən, əlinin altında o cihaz yoxdur və sən məcbur o cihaz olmadığı üçün siniri zədələməməkdən ötürü vəzin arxa səthini saxlayırsan və bu da müəyyən müddətdən sonra bəli, o proses yenidən təkrarlanır. O zaman bəli, xəstələr bizə müraciət edirlər ki, doktor, artıq məndə yenidən zob əmələ gəlib və yaxud yenidən inkişaf edib. Yəni bu kimi hallarla rastlaşırıq. Yəni burada da belə deyək ki, cərrahi əməliyyat üsulunun seçilməsi əməliyyat öncəsi diaqnostik üsullara bağlıdır. Yəni diaqnostika nə qədər keyfiyyətli aparılırsa, əməliyyatdan sonraki dövr o qədər rahat keçir xəstəmiz üçün. Amma bəzi qalxanvari vəzi, məsələn, bədxasiyyəli törəmələri də vardır ki, bəli, bədxasiyyəli törəmələrində
yəni limfa düyünlərinə metastaz verməlidir. Yerində təkrarlanma ehtimalı bəli var. Yəni bu dünyada da belədir. Yəni inkişaf etmiş ölkələrdə bu xəstəliyin təkrarlanma ehtimalı ola bilər. Yəni bizdə də Azərbaycanda da yəni bundan bir rastlaşır, amma müasir üsullar müəyyən dərəcədə bunun vaxtında qarşısını almağa imkan verir. Amma təəssüf ki, bəzi hallarda insanlarımız gec hallarda, yəni gecikmiş hallarda müraciət edir. Yəni xəstəliyin gec mərhələsində bizə müraciət edirlər. Bəli, o zaman edəcəyimiz, yəni ki, etdiyimiz üsul da o dərəcədə yəni yaxşı nəticə verə bilmir. Yəni bunu pasientlərə də bəzən bildiririk. Mən özüm də pasientlərə bu haqqda geniş məlumat verirəm ki, bir var adi zom əməliyyatı eləyərsən, bir də var qalxanvari vəzin bədxasiyyəli törəməsi və gecikmiş və ya təkrarlanmış formasını. Bunun nəticəsi ilə adi zom əməliyyatının nəticəsi eyni ola bilməz. Çünki burada proses iltihaplaşmış bir fondur və yaxud sərt bir toxumadır. Sərt toxumada digər ətraf orqanları birləşmə ehtimalı yüksək olduğu üçün əməliyyat da texniki olaraq çətin keçir. Əməliyyat zamanı onun qonşu orqanlarını zədələnmə ehtimalımız yüksək olur. Siz indi neçə növündən danışdınız da, bu həmin Hashimoto, bir də düyünlü. Yəni hansı belə deyək də yod çatışmazlığı olanda hansıdır o? Yod çatışmazlığı olan bölgələrdə ən çox rast gəlmir kolloidlar, yəni qalxanvari və kistaları daha çox rast gəlir. O həmin o düyünlər şiş verir də. Hətta belə zahirən baxanda da boğaz elə bir ki, belə şişmiş olur. Difuz böyümə olur. Yəni mən eşitdiklərimdən sizə demək istəyirəm ki, bəzi insanlar deyirlər ki, yod çatmır, su içəndə 1-2 damcı yod at ki, yəni o suyu içkindən ki, səndə yod problemi olmasın. Yəni belə insanlara nə demək istəyirsiniz? Belə hallarla biz öncə rastlaşırdıq, amma son dövrlərdə yoxdur. Yəni elə bir insanların nadirən olur. Çünki artıq insanlarımızın bu haqqda məlumatı var. Yəni bizim adi spirt hazırlanmış, yəni spirt yod məhlulu var. Bir də kaliodit var. Yəni kaliodit bəli, biz profilaktik olaraq pasientlərə bildiririk. Məsələn, yod çatışmazlığı olan bəzidə gündə 1 damcı yoda damızdır. Yəni o tərkibli preparatlar var. Yəni o preparatları günün 1 damcı qəbul etməsindən yod çatışmazlığı problemi həll olunur. Bəli. Amma bizim yəni aptekdə satılan o hansı yaralar üçün istifadə olunan yod ya spirtdə məhlulu o müalicəvi deyil. Yəni sırf yəni yod xəstəlikləri üçün müalicəvidir. Yod xəstəliklərində, yəni daha doğrusu yod çatışmazlığı olan xəstəliklərdə istifadə etdiyimiz kaliodit preparatıdır ki, yəni kaliodit preparatı bilavasitə gündəlik 1 damcı qəbul etməklə o xəstəliyin qarşısını ala bilir. Amma onu da qeyd etmək lazımdır. Yəni yod çoxluğu özü də qalxanvari vəzdə bəli tiroidit deyən iltihabi bir xəstəliyə gətirib çıxarır. Yəni ona görə də yəni bu dərmanlardır, dərman vasitələrindən istifadə həmişə həkim nəzarəti altında olmasa daha məqsəd uyğundur. Bir də doktor, hal-hazırda yəni bu zob xəstəliyindən eyni bu insulin dirənciliyi xəstəliyi də çox yayılıb. Yəni bu insulin dirənciliyinə, bu qalxana bənzər bu vəzin hansı belə deyək də bir-biri ilə bağlılıq bir xəstəlikdir? İnsulin dirənci çox bəli artıb ölkəmizdə də, yəni bütün dünyada da bu artır. Çünki bunun birinci səbəbi oturaq həyat tərzidir. Yəni oturaq həyat tərzi keçirmək. Passiv. Bəli, passiv həyat tərzi. İkincisi, yəni insanlarımızı tez doymaq üçün şirniyyatlardan daha çox istifadəsi. Yəni bu da insulin dirənci əmələ gətirir. Ərzaqlarda bir yeyinti, yəni qidalar var ki, biz heç bilmirik. O belə şirin olmaz da onun tərkibində. Bəli, karbohidratlar çoxdur. Bir də karbohidrat tərkibli məhsullardır ki, yəni bizim indi marketlərə girsən, mağazinlərə gedirsən, hamısı yəni karbohidrat tərkibli məhsullardır. Bəli, bunlar da insulin dirənci. İnsulin dirənci də insanda halsızlıqdır, yorğunluqdur, yuxuluq kimi şikayətlər verir. Yəni bu kimi ciddi şikayətlər və insulin dirənci də məsələn 3 ilə 5 ilə müalicə olunmursa və yaxud müəyyən müddətdən sonra bu şəkərli diabetə çevrilir. Yəni şəkər xəstəliyinə gətirə bilər. Bu ən çox biz hansı pasientlərdə görürük? Hipotirozlarda, qalxanvari vəzin tənbəl zobu dediyimiz xəstələrdə, yəni insulin dirənci daha çox olur. Bəs bu kimdə ki zob xəstəliyi varsa, yəni idmanla məşğul ola bilər və yaxud da yox, diyeta, yəni pəhriz, xüsusi bir pəhriz saxlamalıdır ya yox, nə qadağan olunur? Bizim belə deyək, patologiyalara uyğun olaraq pasientlərə xüsusi yanaşmalar var. Əgər zəhərli zobdursa, bunlarda bəli, çox da fiziki aktivlik məsləhət deyil. Çünki onlarda sürətli arıqlama olur deyə ilk olaraq yəni bunlara tövsiyə edəcəyimiz nədir? Yəni çox hərəkət etməsinlər və yəni düzdür, dərman müalicəsinə yanaşı müəyyən məhsullar var ki, yəni yod tərkibli məhsullar bunlara olmaz. Yəni bu şəxslərə olmaz. Çünki bunlarda yod çoxluğu səbəbindən çox vaxt qalxanvari vəzin funksiyası artır. Yəni yod tərkibli məhsulları beləliklə tövsiyə etmir. Əksinə, yəni tənbəl zoblarda isə yəni bu zaman dərman müalicəsi ilə yanaşı, əvəzedici hormon terapiyası ilə yanaşı
bunları biz antioksidanlar veririk, xüsusi minerallar da verilir ki, bunlar qalxanvari vəzn funksiyasını yaxşılaşdırır. Həmçinin də bunlara aktiv həyat tərzi keçirməyi tövsiyə edir ki, yəni günün ikinci yarısı heç olmasa, yəni axşam 6-7 mən bütün pasientlərə onu tövsiyə edirəm və geri dönüşdə də görürəm ki, yəni pasientlər özlərini çox yaxşı hiss edirlər ki, məsələn 6-7 arası və ya 7-8 arası bir 40 dəqiqə yürüyüş edin. Yəni bunlar bu xəstələrdə çox yaxşı effekt verir. Və qida. Qidanı da əsasən nə deyirik? Məsələn günün ikinci yarısından sonra şirniyyatdır, bu şirin tərkibli məhsullardır, adi meyvələrdən də, şirin meyvələrdən istifadə etməsinlər. Bunlar da yəni insulin direncini artırır. Və tövsiyə edəcəyimiz biri də budur ki, yəni 7-dən sonra çalışmaq lazımdır. Hər hansı bir atışdırmadır, qida məhsulu qəbul etməsinlər. Yəni bunlar da insulin direncini artırır. Yəni pəhrizdə, yəni müəyyən bir səviyyədə saxlamaq lazımdır. Bəs doktor, yəni bəzi insanlar bilirsiniz ki, vaxt aşırı da tək Ramazan ayında yox, oruc da saxlayırlar. Bəs zob xəstəliyindən əziyyət çəkənlər, onlar oruc tuta bilərlər ya yox? Bizim Ramazan ayı girməmişdən öncə mən öz səhifəmdə də paylaşıram və ya Belçika endokrinoloqlarımızda var ki, bu haqda geniş məlumatlar verirlər ki, bəli, hansı hallarda olar. Yəni hansı hallarda olmaz. Çünki yəni bizim yəni imsaq vaxtı ən aşağı gərək yarım saat öncə dərmanı qəbul etməli ki, yarım saat sonra yeməyini yeyə bilsin. Yəni bəzən görsən bu çətinlik törədir o insanlara. Və o zaman tövsiyə edilir ki, məsələn iftardan sonra 4 saat sonra məsələn o dərmanı eyni dozda davam edə bilər. Yəni amma iftarı açdıqdan sonra və yaxud dərmanı qəbul edir, yarım saat sonra iftarını edə bilər və yaxud da yəni iftarını etdi və 4 saat sonra, amma 4 saat müddətində mədə çalışmağını boşalsın ki, dərmanı qəbul etsin və bir də həmən insanlara mən nə tövsiyə edirdim? Həmişə ki, məsələn, hər hansı bir dərmanı 50-lik doza içirsə, Ramazanda dozaları həmişə mən artırıram, 25 mikroqram artırıram. Çünki orada istər-istəməz tənzimlənmədə problemlər yaranır və həmişə də nə görürük? Məsələn, xəstələr Ramazandan sonra bizə müraciət edəndə kontrol müayinələrində hormonlarda həmişə artış görürük. Yəni TSH hormonu artır. Ona görə bəli, tövsiyə edilir ki, məsələn 100 doza içirsənsə, Ramazan boyu 125 iç. 50 içirsənsə, məsələn Ramazan boyu 75 doza iç. Biraz artırmaq. Yanaşma, belə. Bir də doktor, yəni son vaxtlar eyni bu xəstəlik kimi yuxusuzluq problemi də var. Elə insanlar var ki, ümumiyyətlə yatanda yuxu dərmanı içməsə o yuxuya gedə bilmir. Hətta elə insanlar var ki, yuxu dərmanı içsə belə də bu yata bilmir. Elə bir beyin sakitləşmir, bəli. Yəni bu hardasa zob xəstəliyindən xəbər verir ya yox? Yəni qalxanvari vəzn xəstəliklərində bəli olur. Yəni funksional pozğunluqlarında, hormonal pozğunluqlarında, bəli, yuxu pozğunluqlarına biz rast gəlirik. Bəzən görürsən xəstədir, yatır, yuxululuğu var, amma yuxudan doya bilmir və yaxud əksinə, yəni yata bilmir, yuxuya gedə bilmir. Bu zaman da yəni tövsiyə edəcəyimiz odur ki, yəni insanlar bu elektromanitdir, telefondur, sosial şəbəkənin bacardıqları qədər axşam, yəni çox istifadə etməsinlər. Bunlar yuxu pozğunluğu əmələ gətirir. Yəni ondan sonra ən yaxşısı belə ki, təmiz havada olsunlar, gəzsinlər. Yəni o təmiz havada olmaq yatmazdan öncə yuxunu yaxşılaşdırır. Yəni bu kimi tövsiyələr bəli pasientlərimizə veririk ki, yuxu mütləq, yəni ən aşağısı məsələn şumotalarda biz göstəriş olaraq bildiririk ki, yəni dərmanla yanaşı sən yuxuya da fikir ver. Çünki yuxu 11-dən sonraki olan yuxu daha yaxşıdır. Yəni orqanizmin beləliklə daha gümrah qalmasına, daha cavan qalmasına təsir göstərir və həmin vaxtı sonraki yuxunu yatırsansa, yəni səhər daha gümrah oyanırsan və o da həyat tərzinə, iş fəaliyyətinə yaxşı təsir göstərir. Amma gec yatanda, məsələn 2-də yatırsan, 1-də yatırsan, bəli, o gün ərzində əzgin olsan, yorğun olsan, həm də sən hormonal pozğunluqlara gətirib çıxarır. Ona görə yəni melatonin deyən bir yuxu hormonu var. Yəni onun ifraz olunma vaxtı var orqanizmdə və biz həmin bu vaxtı pozmamalıyıq. Bəli, melatonin demişkən, elə insanlar var ki, o qədər melatonin bu tabletə oturublar ki, yəni belə loro dildə desək, yəni bu dərmanı qəbul eləməsə, elə bilir ki, bu artıq yəni yata bilməyəcək. Yəni melatonin də neçə müddət qəbul etmək olar? Melatonin biz yazırıq xəstələrimizə. Olur məsələn 1 milliqramlıq var, 2-lik var, bunlar dozanı, yəni onlar yuxuya bağlı dozanı artırırıq. Yəni uzun müddət istifadə edən xəstələrimizə, amma dediyimiz kimi insan həyat tərzini normal, yəni saat olaraq, yəni rejiminə, həyat rejiminə deyək də ki, sala bilsə, yəni yuxuda elə ciddi bir problem olmur. Yəni yuxu tənzimlənir. İnsan öz yuxunu tənzimləyə bilir. Yəni insanlarımız da çox gərginləşir. Bəli, stres, əsəb. Çox
belə deyək, çox aqressivləşiblər. İndi biz insanların hər gün mən 15-20 pasiyent görürəm də sırf olaraq belə. Yəni insanlarımız çox aqressivdir. Yəni mən tanıdığım insanlar arasında belələri var ki, hətta melatonin 10 dozasını, 10 dozalıq olanı da qəbul eləyib və artıq onun da xeyri yoxdur. Yəni bu insanlara nə məsləhət görür? Gərgindir də, belə deyək də, beyin çox gərgindir deyə, yəni verilən melatonin də təsir etmir. Yəni insanlara tövsiyəmiz budur ki, bəli, biraz həyatı həmişə buraxsınlar axışına. İsveçdə artıq bir çox həkimlər bu reseptdə onlar artıq orada açıq havada gəzməyə, xəstələrə açıq havada gəzməyə yazmağa, yəni heç bir problem eləmirlər. Bizdə belə bir artıq nə isə ya siz tərəfdən və yaxud da başqa bir həkimlər, yəni reseptdə yazırlar açıq havada olmalısan, gəzməyə. Yəni onu tövsiyə edirik. Mən çox vaxt yəni reseptdə qeyd edirəm aktiv rejim olsun, yəni mütləq ona riayət olunsun və hər bir pasiyentə bildiririk ki, məsələn 6-7-dən sonra mütləq təmiz havada olun. Yəni aktiv hərəkət tərzi keçin. Bu insanların həm fiziki olaraq sağlamlığına təsir göstərir, həm psixoloji olaraq insanları sakitləşdirir, həm zehni olaraq, yəni belə ki, zehin fəaliyyətinə yaxşı təsir göstərir, yuxunu yaxşılaşdırır, gümrahlaşdırır. Yəni mütləq bəli, bunlara tövsiyə edirik ki, mütləq bunları edin. Yəni gün ərzində minimum nə qədər açıq havada olmaq 40 dəqiqə, 1 saat, yəni yetər. Yəni mütləq piyada gəzmək lazımdır. Çünki maşınla, yəni çoxlarımız artıq öyrəşmişik ki, hər yerə avtomobillə getməyə. Yəni və doktor, bir sualım da var, yəni sona keçmədən əvvəl. Yəni bəzən doktorlarda belə bir şey var ki, yəni hansı xəstələri çoxdursa, o qədər o xəstələrlə görüşür ki, sonda özü də o xəstəlikdən əziyyət çəkir. Mən böyüdüyüm, yəni doğuldum bölgə Şəki bölgəsidir. Şəkidə anadan olmuşam. Yəni Şəkidə bu xəstəliklər daha çoxdur. Yəni bizim götürəndə ailə üzvlərinin hamısında yəni belə bir problemlər var. Amma yəni ola bilər ki, indi mən hormonlarımı yoxlatmışam. Yəni hormonlar normaldır, amma götürəndə bəli, yəni bu hallarla biz də rastlaşırıq. Biz də yəni tələbə vaxtında bu sözlər bizə deyir ki, məsələn kim hansı çox patologiya ilə məşğul olursa, sonda o patologiya belə deyək düçar olur. Hələ ki inşallah elə ciddi bir problemimiz yoxdur, amma bizdə də yəni özümdə də məsələn insülin dirənci məndə də olur, müəyyən müddət olur. Bəs necə qoruyursunuz? Onu ancaq gəzməklə. Mən indi işim belə deyək, gərgin işdir həqiqətən. Səhər dərs deyirəm, sonra əməliyyata girirəm, xəstə müayinəsi, amma gəzməyimdən qalmıram. Yəni mütləq axşamlar doğumda da olsa evə çatdım, mütləq düşüb bir yarım saat gəzirəm ki, mütləq yəni insülin dirəncini sındırmanın yeganə yolu aktiv həyat tərzidir, gəzməkdir. Çünki çox gözəl və doktor sonda mən istəyərdim ki, bizim tamaşaçılara 5 xeyirli, belə deyək, sizin nə məsləhətiniz? Məsləhət dedikdə mən həmişə insanlara da, yəni öz doğmalarım kimi yanaşıram, yəni öz yaxınlarım kimi, özümə nə məsləhət bilirəmsə, həmişə pasiyentlərimə də onu məsləhət bilirəm ki, yəni bax mən bunu edirəm, aktiv həyat tərzi sürürəm. Yəni aktiv həyat tərzi çünki bizim işimiz, yəni həm fiziki işdir, nə mənada əməliyyat edirik. Yəni eyni vəziyyətdə saatlarla dururuq eyni vəziyyətdə. Məsələn, baş aşağı ciddi bir əməliyyatda girirsən. Sonra oturaq həyat tərzidir. Yəni xəstə qəbul edirsən, resept yazırsan, yəni ultrasəs müayinəsidir, o da yəni bir vasitə oturaq həyat tərzidir. Amma bunlara baxmayaraq çalışırıq ki, yəni çəki problemi, çəkini normada saxlayaq, insülin dirəncimiz olmasın. Çünki qidalarımıza fikir vermək lazımdır. Təbii qidalardan daha çox istifadə etmək lazımdır. Təmiz havada olmaq lazımdır. Arada bir məsələn şəhər mühitindən uzaqlaşmaq lazımdır. Mən buna görə mən ayda bir dəfə mütləq rayonlara gedirəm ki, yəni bir rayonda həm müayinə edirəm, bir söz var, həm ziyarət, həm ticarət. Həm müayinə edirəm, pasiyentlərimizə baxırıq, onları müayinə edirəm, onlara kömək göstəririk, lazımdır. Məsələn, yerindəcə müalicəsini yazıram. Həm də bir təmiz havada, bir yaşıl bir belə deyək, bir təbiət qoynuna keçirik ki, bəli, o da insanları psixoloji olaraq, zehni olaraq yaxşılaşdırır. Yəni bu kimi tövsiyələrimizi verə bilərik. Bir də əsasən karbohidrat tərkib məhsullarından uzaq olmaqdır. Yağlara fikir verməlidir. Yəni qəbul etdiyimiz qidalardan mütləq məsələn bitki yağlarından daha çox istifadə etsinlər, rafin olmuş yağlardan istifadə etsinlər yemək bişirən zaman. Amma təbii olsun da. Onlar da indi çeşidləri o qədərdir ki, inanın ki, mən özüm də axtaranda deyirəm ki, yox, ən yaxşısı hansısı olmalıdır. Bax bu haqqda da əlbəttə ki, bizim qonaqlarımız da olacaq gələcəkdə. Çalışacağıq ki, bizim tamaşaçılara bax bu barədə də mövzunu açaq. Təşəkkür edirəm doktor. Mən sonda istəyərdim ki, bizim tamaşaçılara qeyd edeyim ki, yəni siz də vaxt itirmədən elə aşağıda qeyd olunan
Instagram səhifəmizi izləyin. Vəfa Rəsulova, Arif daxil olub abunə ola bilərsiniz. YouTube kanalımıza abunə ola bilərsiniz və sözsüz ki, hansısa bir rəyləriniz, təklifləriniz varsa mütləq bizə yazıb göndərə bilərsiniz. Və sonda sizə bir daha təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, qonağım tibb üzrə fəlsəfə doktoru, cərrah endokrinoloq Azər müəllim Hümmətova idi. Təşəkkürlər və hamınıza uğurlar.